Bu günlərim Qəbələ rayon Vəndam qəsəbəsindəyik. Vəndam qəsəbəsində 3 sot yarımın içərisində Barn House layihəmizi icra eləyəcəyik. Burada yalnızca Barn House layihəsi deyil, həm də başqa tikintilər də həyata keçirəcəyik. 110 kvadrat metr olan Barn House-umuzun həyətində söhbətgah, isti hovuz, çən, yeraltı su çəni, sauna və hasar tikintisi icra eləyəcəyik. İlkin olaraq ərazinin kodlaşdırmasını həyata keçiririk, ərazinin təmizlənməyini həyata keçiririk, daha sonra qazıntı işləri aparacağıq. Qazıntı işləri həm hasar üçün, həm Barn House-un təməl hissəsi üçün, həm də şambol üçün həyata keçirəcəyik. Cənnət Park Təmir Qrupu olaraq layihəmizin tikintisində gedən proseslərlə sizi yaxından tanış eləyəcəyik.